لله زوفوا بالدماء Kəlmə-i tövhid. وأرواحهم في جوف طير تسبح. Tövhid ərəbcə vəhədə kəlməsinin məsdəridir. Mənası birləmə, tək olduğunu qəbul etmə deməkdir. İstilahi mənası isə Allahdan başqa ibadətə layiq olan haqq ilah olmadığına iman etmək, ondan başqa Rəbb və məbud tanımamaqdır. Bir kimsənin İslama girməsi üçün La ilahə illallah Muhammədən Rəsulullah sözünü dillə tələffüz etdikdən sonra qəlblə iqrar etməsi, təsdiqləməsi və bu kəlmənin gərəkdirdiyi ibadətləri zahiri şəkildə əməlləri ilə büruz etməsi lazımdır. Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur və Muhamməd onun qulu və elçisidir. Mənasına gələn bu sözə kəlmə-i tövhid deyilir. Kəlmə-i tövhid bütün rəsulların və nəbilərin ortaq dəvətinin təməlini, əsasını təşkil edir. Bu təmələ dayanmayan inanclar və ibadətlərin hamısı batildir. Allah yanında qəbul deyildir. Uca Allah Qurani Kərimdə belə buyurur: Səndən əvvəl elə bir elçi göndərməmişik ki ona, məndən başqa heç bir məbud yoxdur, mənə ibadət edin, deyə vəhy etməyək. Əl-Ənbiya, Peyğəmbərlər surəsi 25-ci ayə. Həqiqətən, biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin, sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz? Əl-Muminun, Möminlər surəsi 23-cü ayə. Səmud qövmünə də qardaşları Salihi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin, sizin ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Hud surəsi 61-ci ayə. Kəlmə-i tövhid iki qismdən ibarətdir. Əvvəl inkar, la ilahə, ilah yoxdur. Sonra təsdiq, illallah, yalnız Allah vardır. Diqqət edilərsə, inanmağın ilk şərti bütün saxta ilahlara, ilahlaşdırılmış şəxslərə, batil düşüncələrə, ideologiyalara, bəşəri quruluş və sistemlərə, demokratiya, sosializm, kapitalizm, liberalizm, dünyəvilik və s. həddini aşmış tağutlara la ilahə deyib rədd etməkdir. Sonra isə illallah deyərək, yalnız Allahın Azza və Cəllə əmr və qadağalarına, qanununa, həyat nizamına, İslama və Allahın haqq ilah olduğuna razı olduğunu deməkdir. Bir müsəlman la ilahə illallah söyləməklə bunları demiş olur. İstədiyim və istəmədiyim hər məsələdə ancaq Allah dediyi kimi yaşayaram. Həyatımın proqramını Allah təyin edər. Əmr etmə və qadağa qoyma səlahiyyəti ancaq Allahındır. Halal və haram etmə də yalnız ona aiddir. Həyata dair hər işdə onun hökmünə tabe olacağam. Necə evlənəcəyimdən, necə boşanacağıma, necə pul qazanmağımdan, necə xərcləyəcəyimə, necə geyinəcəyimə, nələri yeyib yeməyəcəyimə Allah qarışır. Dövlət işlərindən sosial həyata hökm edəcək olan Allahdır. İnsanların Allahın hökmünə qarşı hökm qoymaq səlahiyyətləri yoxdur. Çünki Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Kəlmə-i tövhidin kəlmə-kəlmə mənası: Lə, yox, inkar etmək, qəbul etməmək. İlah, qulluq edilən, qanun qoyan və sevilən. İllə Allah, yalnız Allah. La ilahə illallah, izzət və cəlal sahibi olan Allahdan başqa bütün batil ilahları rədd etməkdir.